Mən, I, sən, you, o. İndi biz buraya əlavə edə bilərik ki, kişi, qadın, əşya. He, kişi, o kişi. She, qadın, o qadın. It, əşya, o əşya. Yəni, əşya ola bilər, hansısa bir qrammatik bir şeyə qayıda bilər. Sadəcə, onlar şəxslər üzərindən fəqət bildirmək istər ki, o qadın və yaxud da o kişi. Əşyanın ümumiyyətlə cinsinə, zadına qarışmırlar ingilislər. Alman, ərəb, rus dili kimi deyil. Bu üçü o mənası verir. He, she, it. Keçir cəmə. Biz, we, siz, you, onlar, they. Yəni, bunların hamısı düzgün, əlifbada düzgün öyrənən insan təbii ki də doğru formada tələffüz edəcək. Və keçək əsas məsələyə ki, bu you nə mənasını verir. İngilis dilində, bizim dildə biz siz, sən və siz deyirik. Tanımadığımız insana siz, tanıyıb da, amma bizdən böyük olana hörmət əlaməti olaraq yenə də siz deyirik. Amma bir də var ki, sizdən danışıram. 10 nəfər, 15 nəfər, 100 nəfərdən danışıram. Cəmə keçən, yəni 2 və daha artığına bizim Azərbaycan dilinə cəmləşdiyi üçün siz qrammatikada siz deyə müraciət olunur. Amma tanımadığımız bir insana yenə də biz siz deyirik. Və yaxud da ki, səndən böyük, vəzifədə böyük ola bilər, şəxsiyyətdə böyük ola bilər. Hörmət əlaməti olaraq valideynə də siz deyə bilərsən. Yəni, amma ingilislər bunu sadəcə bir tək you ilə əvəz edirlər. All of you, sizin hamınız və yaxud da ki, I'm talking with you, mən sizinlə danışıram. Yəni, qarşısında olan siz 3 nəfər, 10 nəfər, 100 nəfərə xitab edir. Və bu zamanda təzədən biz you-dan istifadə edirik ingilisdə. Amma biz istifadə etdikdə you, sən, you, siz və you formal olaraq, rəsmi olaraq siz, yəni hörmət əlaməti olaraq sizdən istifadə edirik. Amma ingilislər isə bir tək you, sən mənasını istifadə edir. Sən, siz fərq etmir. Follow for more.